Yaxın gəldi. Adın nə deyəsən? Ruslan. Ne? Ruslan. Yox bir Ludmil. Belə adla sən icra başçısı işləmək istəyirsən, yadında saxla. Rayon icra başçısının adı ət sözüyle kurtarmalıdır. Fikir ver. Cəsarət, səxavət, rəşadət, sir-sifət. Çıkırsan, ət. Birazdan sen ətlənəcəksən, qarnın çıxacaq. Ona göre de senin adında mütləq ət sözü olmalı. Ve internette de senin ünvanın çok rahat olar. Mesela Rəşad ət işarəsi başçı.az və yaxud da ayə. Bu kimdir belə bu vaxt mənim zəhləmi tökür. Vay, eşq olsun məsləhət müəllim. Ne tersiniz, necesiniz, ne karşısınız, değilirsiniz. Ya böyle bir bahliyanıma düştü he. İnanın ki sizin telefonumuzun nömrəsini, telefonumun ekranında görmeye ne kadar şad oldum. Benim yüreğimde 2 hektar yer varsa inanın ki onun yarım hektarı sizindi. Ganeş'ta sebetinden bahayıp ölmezle etmez. Kalan hektar yarımı kimindi? Ben ne bileyim neçeyli hasarlı ipler ile kıfırlı ipler kalıp. Gelin böyle şeyleri karışmıyor telefonla. Yoksa ahiret müəllimin gününe düşersiz. Ya deyirəm belki akşam kabinet 8'i diyeyim Xəzalət müəllimin obyektinde qəşək bir dənə doğulmamış bir kuzu yiyək orada. Öpürəm kardeş, öpürəm. Mən də sağ ol. Reddol da. Harada kaldık? O общем adını değiştirenden sonra sen icra başçısı işleyebilirsin. De görək, bax sen icra başçısı olandan sonra birinci ne eləyəcəksən? Birinci rayon əhalisi ilə görüşüb, onların problemlərini öyrənmək lazımdır. Tertemiz uşaq değil. Adamınla tayfı gelir bunu çorramağa. Yadında sakla. Birincisi ne ahali, ne problem. Demek ki sen icra başçısı olandan sonra ilk növbədə sənə mütləq bir dənə AA nömrəli bir dənə maşın lazımdır. Ondan sonra bir dənə də AA nömrəli maşın, arvad üçün. Sonra evin hasarını 10 metre kaldırırsan, 40'a koy. İcra hakimiyetinde doldurursan polis işçileriyle ki, əhaliden senin qəbuluna heç kim düşebilmez. Aydın. Takini de göre icra hakimiyetine bir tane qonak gəlir. Sen onu necə qarşılayacaqsan? Heç cür. Axı polislər onu içeri bırakmayacaq. Tertemiz uşaq değil. Tut koy, sen hiç bilirsen o adam kimdi? Xeyr. O adam Nazir'in birinci muavinidir. Nazir'in. Tekrar elə Nazirin. Nazirin. Nazivin yok, o burun dermanıdır. Nazirin. Geçiş böyle. Bak bu kişi tutalım ki Nazir'in birinci muavinidir. Ben de rayon icra başçısı. Gör ben onu necə karşılayıram. Salam aleyküm maharet müəllim. Eşq olsun felaket müəllim, kursun layıqlı əskəri, dövlətə və dövlətçiliyə dayanmadan, yorulmadan xidmət edən, xalqı, milləti üçün öz zarını, malını, bacarığını, bilini əsirgəməyən gözəl insan. Pauza vermirsən ha burada. Gələn ayaqlarınız var olsun, qədəmləriniz nurlu olsun. Ey məmləkətin ordular yurdu Azərbaycanın qayğıkeş, zəhmətkeş, qayğıkeş, mərakeş, xətkeş oğlu. Çox hörmətli cənab nazirin, çox hörmətli birinci mavini. Bundan sonra o rayona nə üçün gəldiyini yaddan çıxardır. Sən də keçirsən naxadı ikinci priyoma. Felaket müəllim deyirəm, belki akşam Xəzalət müəllimin obyektində qəşək bir doğulmamış kuzudan yemək qosqaraqda. Oldu, mən saat 8'də orada. Aydındır. Bəs sonra?
Sonra tutak ki sana yukarıdan gösteriş gelir ki rayon ərazisində sen bir park dikmelisin. Sen o parkı necə tikəcəksən? Parkı tikmək üçün savadlı, bacarıqlı mütəxəssis dəvət edəcəm ki, yüksək keyfiyyətli inşaat materiallarının park salsınlar. Tertemiz uşaqdır. Əvvəllər mən də beləydim. Niçin? Malades. Bacarıqlı mütəxəssis, keyfiyyətli mallar. Evdəkilər də acından ölür. Oğlun da xaricdə oxumur. Yadında saxla. Bacarıqlı mütəxəssisi qohumlardan birini təyin eləyirsən. O da gedir ucuz, keyfiyyətsiz Kitayski mallardan parkı tikir. Askere gelir, yoklama gelir, hamı qəbul edir, ama eşk olsun, qışqırır, ifsiyo. Bir aydan sonra senin parkın dağılır, sen onu başlayırsan təzdən təmir eləməyə, bax beləcə, həmin o park ömürlük senin ailəni dolandırır. Aydın. Ve sonunda, abala oradan o bir tane kreslo getir, o padopotunu var orada. Sen icra başçısı olandan sonra göster görey vəzifə kreslosuna nətər oturacaksın? Çox asan. Belə oturacağım. Bir müddət işləyəndən sonra çıxıb gedəcəm. Ne deyirlər buna vallahi, tertemiz uşaq deyir, Yadında saxla bala. Vəzifə kreslosuna oturmamışdan qabaq, ona 1 ton kley vurursun. Kley vurandan sonra bu əxlaqsız instrumentlə gerçek bunu belə yayırsan. Ondan sonra sen bu kresloya oturabilirsin. Oturursan, buradan ele yapışırsan ki, buradan seni en azı 30 il hiç kim çıkarda bilmez. Aydın bu. Aydın. Onda getdik. Cabir